Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika test toplusundan düzxətli bərabər təcili hərəkət mövzusunda, yəni səhifə 11, hal-hazırda 11-dəy, amma bundan öncəki mövzu izahında, yəni test izahlarını vermişdik. Videonun əvvəlki mövzularda izləyə bilərsiniz. Düzxətli bərabər təcili hərəkət səhifə 9, onu işləmişdik. Hal-hazırda isə səhifə 11-də 31-ə qədər işləmişdik. İndi 31-dən davam edirik. 31. Hansı qrafik bərabər yeyinləşən hərəkətə uyğundur? Baxırıq. Bizdə hal-hazırda bərabər yeyinləşən hərəkəti göstərmək üçün bərabər yeyinləşən hərəkəti göstərən qrafik x oxundan uzaqlaşan və uzatdıqca bir yerdə kəsilməyən qrafiklərdir. Yəni, baxın, məsələn, bu B variantı olan, belə formada yazım ki, cavab olaraq verir. Məsələn, B variantı x oxu əgər sabit verilibsə, bu zaman bərabər sürətli hərəkətdir. D variantı verilib. Bu formada heç qrafikimiz, x-in t-dən asılı qrafiki yoxdur. Bu şəkildə azalmanı göstərdiyi üçün bərabər yavaşlayan hərəkətdir. Amma sıfırdan, yəni x oxundan uzatdıqca uzanır və x oxundan getdikcə uzaqlaşdığına görə A variantında x-in t-dən asılı qrafiki bərabər yeyinləşən hərəkət olduğunu göstərən qrafikdir. 32. Sükunət vəziyyətindən A təcili ilə bərabər yeyinləşən hərəkətdə olan cismin n-ci saniyədə getdiyi yol hansı ifadə ilə təyin olunur? Biz bunu yadda saxlamalıyıq ki, yolun n-ci saniyə üçün bir düsturu var ki, S bərabərdir A 2n çıxılsın 1 bölünsün 2. Bu düsturu mütləq şəkildə yadda saxlayın. Bu sadə bir düsturdur. Yəni çıxarış falan olmadan bunu yadda saxlayırsınız və n-ci saniyə söhbəti görən kimi mütləq S-in bu düsturunu yazırıq. İndi gətirin yerinə yazaq görək. S bərabərdir. A-nı verib bizə, o birilərdə hesablanma eləyəcək. A-nı verib bizə elə hazır şəkildə 2n çıxılsın 1 n-ci saniyədə. Yəni məsələn verə bilər ki 5-ci saniyədə, 10-cu saniyədə, bu zaman n-in yerinə gətirib 5, 10 qoyacaq və hesablamanı aparacaq. Bizdə cavab olacaq D variantı. 33. Sükunət vəziyyətindən bərabər yeyinləşən hərəkət edən cismin n-ci saniyədə getdiyi yol S olarsa, təcili hesablayın. Baxırıq, yuxarıdakı düsturdan gətirib təcili tapırıq. A nəyə bərabərdir? A nəyə bərabərdir? 2S bölünsün. 2N çıxılsın 1. Burada cavabımız nə olacaq? C variantı olacaq. 34. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu zaman bizdən təcili hesablamamızı soruşur. A nəyə bərabər idi? A bərabər idi. V çıxılsın V0 bölünsün T. Başlanğıc sürət verib, son sürət verib, zaman verib, gətirib sadəcə yerində yazırıq. V son neçədir? 18. Çıxılsın. Başlanğıc neçədir? 6. Çıxırıq. 6-nı bölürük. T'miz neçədir? 4 bərabərdir. 12 böl 4 bərabərdir 3 metr böl saniyənin kvadratı. Cavab A variantı. Burada biz 12 də götürə bilərdik. Hansı halda? Əgər 12-yə 2 qrafikini götürsəydik, yəni 12 çıxılsın 6-ın yerinə olacaqdı. 6 olacaqdı, 4-ün yerinə olacaqdı 2. 12-dən çıxacaqdıq 6-nı, böləcəkdik 2-yə. Bu zaman eyni şəkildə cavab olacaqdı 3 metr böl saniyə. 35. Təzədən yazırıq. A-nın düsturu nəyə bərabər idi? A, Vx çıxılsın V0x bölünsün T. Gətirib yazırıq. A bərabərdir 30 çıxılsın. Başlanğıc sürət neçədir? 10 bölünsün 4. 20 də bölürük 4-ə. Neçə eləyir? 5 metr böl saniyənin kvadratı. Cavab olur C variantı. 36. Düzxətli bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektorları arasında bucaq neçə dərəcədir? Demişdik ki, bərabər yavaşlayan hərəkət bir-birinə əks işarəli olduğuna görə biri A sağa, V sürət sola hərəkət edərsə, yəni sola doğru işarələnərsə, bu zaman hərəkət bərabər yavaşlayan hərəkət alınacaq. Əgər ikisi də eyni istiqamətli, yəni eyni işarəli olarsa, bu zaman hərəkət bərabər yeyinləşən olacaq.
Əgər bərabər yavaşlayan deyirsə, bir-birinə əksdir, yəni 180 dərəcədir. Əgər eyni istiqamətdirsə, bu şəkildə A və V eyni istiqamətlidirsə, bu zaman, yəni onlar arasındakı bucaq 0 olduqda hərəkət olur bərabər yeyinləşən hərəkət. Aydın oldu. 38. Düz xətlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun anlarda cismin malik olduğu təcillərin modulları arasında münasibəti tapın. Deməli, bizə ayrı-ayrılıqda qrafikin üzərində, baxın, bu qrafikin üzərində veribsə, bir qrafik üzərində yerləşirsə, hansı ki, bərabər təcilli hərəkət, bərabər sürətli hərəkətlərdə də biz bunları nəzərə almışıq. Eyni bir qrafikin üzərindədirsə, bunu gəlin biz təcilini yazaq. Misal üçün, təcilinin qrafikini yazaq. A-nın T-dən asılılığı. Əgər bərabər təcilli hərəkətdirsə ki, baxırıq, V-nin T-dən asılılığı düsturu, daha doğrusu qrafiki bu formadadırsa, hərəkət bərabər təcilli hərəkətdir. Düzdür? Hətta bərabər yavaşlayan olacaq. Deyə, bu formada yazın. Belə. Aha. Dəqiqə. Hə. Aha. Əgər bu formada olduqda bərabər təcilli hərəkəti görürük. Əgər burada eyni şəkildə bura köçürsəm, 1, 2, 3 yazsam, 1, 2, 3-də təcil necə olacaq? Eyni olacaq, düzdür? Buradan görünür ki, eyni formada, yəni qrafik sabit A bərabərdir konstant olduğuna görə, bütün nöqtələrində təcil eyni olur, bərabər olur. Çünki bərabər təcilli hərəkətdir. Yəni, cavab Y. Bunu başqa o formada da deyə bilərik ki, hərəkətə baxırıq. Hərəkət necə hərəkətdir? Hərəkət bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkət hansı bölmədən, hansı hərəkətdən gəlir? Bərabər təcilli hərəkətdən gəlir. Çünki bərabər təcilli hərəkət iki cür olur. Bərabər yeniləşən və bərabər yavaşlayan olur. Əgər bərabər təcilli hərəkətdirsə, sözün özündən də göründüyü kimi hərəkət bərabər təcilli. Bu o deməkdir ki, təcil bərabərdir. Yəni, Y variantı. Eyni şəkildə baxırıq 39-da da. Hərəkət eyni xəttin üzərindədir. Hərəkət necə hərəkətdir? Bərabər yeyinləşən. Bərabər yeyinləşən hərəkət necə hərəkətdir? Bərabər təcilli. Bərabər təcilli necə hərəkətdir? A-ların konstant olduğu. V-ləri soruşsaydı bizdən, onda qiymətləri dəyişə bilərdi. Amma sırf təcilləri soruşduğuna görə eyni olacaq. Düz xətli bərabər yeyinləşən hərəkət edən və sürətli şəkildəki kimi yönəlmiş cismin təcili hansı istiqamətdədir? Bayaqlarda qeyd edin. Əgər eyni istiqamətlidirsə, bərabər yeyinləşəndir. Əgər əksi istiqamətli yönəlirlərsə, hərəkət bərabər yavaşlayandır. Bizdən nəyi soruşur? Bərabər yeyinləşəni soruşur. Əgər V aşağı yönəlibsə, A da hara yönəlməlidir? Aşağı yönəlməlidir ki, ikisi də eyni istiqamətli olsun ki, cavabımız bərabər yeyinləşən cavabını doğrulasın. Yəni, Y variantı. Cismin təcilini hesablamaq üçün hansı cihazlardan istifadə edilir? Deməli, A-nın düsturunu yazırıq. Təcili deyir çünki. A-nın düsturunu yazırıq. A nəyə bərabərdir? V çıxılsın, V0 bölünsün T. Hələ bizdən burada V0-ı da 0 götürür. V böl T, misal üçün. Burada V böl T olduğu halda biz bilirik ki, təcil üçün hansı, məsələn, T-dir, saniyə ölçən, T-ni saniyə ölçəndir. V-ni də hesablamalıyıq. Əgər bizə burada spidometr versəydi, onu götürə bilərdik. Amma biz V-ni hesablamaq üçün V-nin öz düsturu nəyə bərabərdir? V bərabərdir S böl T. Doğrudur. S, yəni lent, ölçü lenti vasitəsilə S-i tapıb, T-ni tapıb, oradan V-ni tapa bilirik, dolayı yollarla olsa belə. Ona görə də biz avtomatik təcili tapmış ola bilir. Yəni, cavab 2, 3. 43. Sükunət vəziyyətindən bərabər təcilli hərəkət edən avtomobilin təcili hansılardan istifadə olunur? Bu, eyni şəkildə bayaqları dediyimdir. Burada artıq spidometr verilib. Spidometr verilib və saniyə ölçən. Çünki V-ni spidometr ölçür, T-ni saniyə ölçən ölçür. İkisini də ölçəndən sonra biz təcili tapa bilirik.
Amma yuxarıda bizə V-nin spidometri verməyib. Ona görə biz V-ni tapmaq üçün S böl T-dən istifadə edəcəyik. T-ninki verilmişdi saniyə ölçü. S isə ölçü lenti ilə ölçüb gətirib V-ni tapa bilirdik. 43. Düzxətli bərabər təcili hərəkətdə yerdəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Bizim səhv eləmirəmsə birinci düsturumuz idi. Baxın, S bərabərdir. Onların hamısını mən bayaqları yazdım, düzdür. S bərabərdir Vx-in kvadratı çıx V0-in kvadratı böl 2AX. Cavabımız olacaq A variantı. Gəlin o birilərə də baxın, çünki hamısı bir-birinə oxşardı. Niyə görə B variantı olmur? Çünki əgər vur T-dirsə, onun düsturu bu formadadır. S bərabərdir, Sx bərabərdir V0 x üstəgəl Vx böl 2 vur T. Yəni burada kvadrat söhbətləri yoxdur. 3, yəni C variantı. Vx üstəgəl V0x bölünsün 2T. Xeyr, 2T olmalıdır. 2AT olmalı deyildi, vur T olmalıydı. Ona görə bu da olmur. D variantı. V0T üstəgəl AX böl T kvadratı. Xeyr, növbəti üçüncüsü necə idi? Sx bərabər idi. V0xt vurulur. Üstəgəlinsin AX T'nin kvadratı bölünsün 2. Burada amma tərsinə yazılıb. Ona görə bu da olmur. Burada Y variantında Vx üstəgəl V0x vur T. Burası əla. Bir dənə burada 2A pozur. A olmalı deyildi. Ancaq 2 olmalıdır. Ona görə Y variantı da olmur. Cavabımız A variantı. Keçdik. 44. Düzxətli bərabər təcilli hərəkətdə yerdəyişməyin proyeksiyası hansı ifadəyə təyin olunur? Bayaqları aşağıda qeyd eləmişdim və eyni şəkildə bunları siz özünüz fərqləri baxa bilərsiniz. V0x üstəgəl Vx bölünsün 2 vur T. Düzxətli bərabər yavaşlayan deyir hərəkətdə. Təcil hansı istiqamətdədir? Baxın, təcillə sürət eyni istiqamətlidirsə, bu zaman hərəkət bərabər yeyinləşən hərəkətdir. Əgər əks istiqamətlidirsə, bu zaman hərəkət bərabər yavaşlayandır. Bizdən bərabər yavaşlayanı deyir deyə 5 olsa bərabər yeyinləşəndir. 2 olur ki, bərabər yavaşlayan olsun. Yəni cavab C variantı. 46. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Deməli, V-nin T-dən asılılığı verilib. V-nin T-dən asılılığına görə biz A-nın T-dən asılılığını qurmalıyıq. Bunun asan yolunu sizə o formada deyə bilərəm ki, baxaq, əgər yuxarıdan aşağı gəlib mənfiyə keçibsə, A həmişə mənfi olacaq. Və bunu bu şəkildə rahat yadda saxlaya bilərsiniz. Gəldi, baxın, bu X-dən yuxarıdaydı, bu X-dir, bu yuxarısıdır. Bu X-in aşağısıdır, düzdür. Əgər aşağı gəldisə, deməli A aşağıda olacaq. Baxırıq B variantı, bu deyil. Bu ola bilər, düzdür. Bu deyil, mütləq aşağıda olmalıdır. Burada ümumiyyətlə yoxdur, burada yoxdur. Deməli, cavabımız nə qaldı? Ya A, ya D. Aha. Sonra deyir ki, bu formada, yəni V-nin konstant qiyməti. V-nin konstant qiyməti, yəni bərabər sürətli hərəkət deməkdir. Biz demişdik ki, bərabər sürətli hərəkətdə təcil necə olur? 0 olur. Yəni, baxırıq burada, bəli, 0-dır. Bu da düz idi. Burada da 0-dır. Düzdür. İkisi də düzdür. Yəni, deməli, B variantı deyil, C variantı deyil, Y variantı deyil. Ya A-dır, ya da D-dir. Aha, indi yuxarıya qalxır. Əgər qrafik yuxarı qalxıbsa, X oxunu keçib, növbəti, yəni yuxarı, X oxundan yuxarıdadırsa, o zaman A-sı yuxarıda olacaq. Xəttdən yuxarıda olacaq. Yəni, aşağıda yox, yuxarıda olacaq. Cavab olacaq D variantı. Növbəti 47. Sabit AX, deməli, AX verilir bizə -2, təcillə hərəkət olunur. Cismin başlanğıc sürətini bizdən soruşur. Baxırıq, bilirik ki, əgər X, baxın, bu hərəkətdir. Bu maksimum hərəkət zamanı bir cismi yuxarı atıb tutmaq istəsiniz. Məsəl üçün, əlinizdə bir daş var, onu yuxarı atırsınız. Daşı yuxarı atanda müəyyən bir nöqtədə o dayanır və yenidən yerə düşür. Bu o deməkdir ki, onun son sürəti ən yuxarıda 0 olur ki, o təzədən yerə düşür. Düzdür? Bu onu göstərir ki, burada ən təpə nöqtədə V-si bərabər olacaq 0-a. V maksimum nöqtəsində, qoy belə də yazın, maksimum nöqtəsində olacaq 0-a. Ona görə bizdən başlanğıc sürəti soruşacaq. Və bizdən soruşur ki, siz
Deməli, təcili verib, V-miz var, T-miz var. Nəyi tapmalıyıq? Başlanğıcı soruşursa A-nın düsturunu tapmalıyıq. A nəyə bərabərdir? V çıxılsın, V0 bölünsün T-yə. A-mız neçədir? Baxın, bunu buradan belə eləyək. 0, V-miz 0-dır. -2 bərabərdir. T-miz neçədir? 3. V0-ımız neçədir? Heç nə tapırıq onu. -V0. V0 da bərabərdir 6 metr böl saniyə. Aydın oldu. Cavab A variantı. Keçdik. 48. Hərəkət tənliyi bu olan maddi nöqtənin təcilinin proyeksiyasının zaman asılılığını hesablayın. Deməli, necə tapacağıq? Belə eləm görünsün. Burada x bərabərdir. Gəlin tənliyin özünü yazaq. x0 buna uyğun yazıram. Çıxılsın. V0 t üstə gəlinsin. A t kvadrat bölünsün 2. Bizdə isə verib x bərabərdir. Biraz da salım. X bərabərdir 3 çıxılsın t üstə gəlinsin. T'nin toqquşdular. Biraz belə balaca yazım. 2. T üstə gəlinsin T'nin kvadratı. Aha. Bizdən nəyi deyir? V0'ım bildik ki x0'ımız nədir? 3'dür. T'miz eyni qalıb. Deməli V0'ımız nədir burada? 1'dir. A'mız isə 1 olub. 1 olub. Neçə idi ki 1 olub? Bunu mütləq bax nəzərdə saxlayın. A'mız 2 olsa, 2-ni 2-yə bölsək, 1 eləsə, bir də elə cavabda, yəni burada T'nin kvadratı yazıblar. Ona uyğun olmuş olar. Düzdür? Bunu, burasını da silim, qarışmasın. Aha. Bunu aydın şəkildə elə yadda saxlaya bilərsiniz ki. Bunu yazın ki. Dəqiqə. Bunu aydın şəkildə elə yazım ki, əgər A-nı bizdən haçansa soruşursa, baxın, məsələn, burada deyir ki, nəyinsə kvadratı. Buradakı A mütləq 2'dir. Yəni, kvadrata yüksəl. Daha doğrusu, vurun 2'yə. Misal üçün, əgər 5T'nin kvadratı deyirsə, A deməli 10 olubmuş ki, 5'i vurursunuz 2'yə, 10 olubmuş ki, o da bölünüb 2'yə eləyib 5T'nin kvadratı. Yəni, mütləq bunun qarşısında, T'nin qarşısında kvadratına, qarşısındakını mütləq şəkildə 2'yə vurmalısınız. İndi A'mız nəyə bərabərdir onda? 2'yə. Baxırıq, burada 1 yazılıb, burada -2 yazılıb, burada 3 yazılıb, burada -1 yazılıb, burada isə 2 yazılıb. Cavabımız olur Y variantı. 49. Yer dəyişməsi bu olan tənliyin, cismin, təcilin proyeksiyasının zaman asılılığını verin. Deməli, buradan tapırıq. Necə idi? T'nin kvadratında, qabağında təcili var. Təcili tapmaq üçün mütləq şəkildə həmin o rəqəmi 2'yə vurmalıyıq. Yəni, hazırda o rəqəm nədir? 1'dir. 1'i vururuq 2'yə, yəni 2'dir. İndi gəlirik tapırıq. A variantı 1 verib, yox. A variantı 1 verib, yox. A variantı 2 verib, A variantı, daha doğrusu B variantı 1 verib, C variantı 2 verib, D variantı 2 verib saxlayırıq, Y variantı 4 verib sildik. Deməli, ya C-dir, ya D-dir. Təcilin zamandan asılılıq qrafiki verilib. Təcilin zamanın asılılıq qrafiki bərabər təcili hərəkətdə həmişə bu formada olur. Yəni, heç vaxtı bu formada onu görə bilməzsiniz. Heç vaxtı ola bilməz. O yalnız sürətin qrafikidir. Aydın oldu. Ona görə də cavab olur C variantı. Keçdik. Burada qalmayıb, yuxarı qalxırıq. 50. V0 12 metr/saniyə başlanğıc sürətlə düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Təcilin proyeksiyasını hesablayın. Baxırıq, təcil bayaqlarda qeyd elədik. Nədir burada? V maksimum bərabərdir 0. Təcilin düsturu nəyə bərabər idi? V çıxılsın. V0 bölünsün T'yə. Aha, bizdə V'miz nədir? 0. V0'ımız nədir? 12. Gətiririk, burada yazırıq. -12. T'miz neçədir? 3 bərabərdir. -4 metr/saniyə kvadratı. Cavab olacaq Y variantı. Sonra 51. Cismin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən ilk 6 saniyədə getdiyi yolu hesablayın. Gəlin buna bir dənə qəşəng bir yer ayıraq.
Hardan yazaq? Buradan yazaq. Geniş. Aha. Deməli, biz burada bilirik ki, getdiyi yol VT ilə hesablaya bilirik. Yəni, bu fiqurun sahəsini, iki dənə fiqurun sahəsini ayrı-ayrılıqda hesablayıb onları toplasaq, biz ümumi bizdən 6 saniyə ərzində getdiyi yolu hesablamış ola bilirik. Yəni, S birinci fiqur, üstə gəlsin S ikinci fiqur bərabərdir sual. Bunu tapsaq, biz 6 saniyədə getdiyi yolu tapa bilərik. Çünki, baxın, qrafik gəlir, yəni 4 saniyə anında qrafik kəsilir və keçir. Əvvəl bərabər yavaşlayan olur, sonra bərabər yeyinləşən olur. Və biz bunların hamısını, qrafiklərin ikisini də hesablasaq, yəni fiqurların sahələrini hesablasaq, bizə tapmaq asan olacaq. Gəlin, indi buradan yazım. Birinci S1-i yazdım, sonra S2-ni yazacağım. S1 fiqur. Baxırıq, bu fiqurun, bunu silirəm, bir fiqurun düz xətli, düzbucaqlı, üçbucaqdır. Burada bir katet, bu da ikinci katetdir. Bu isə hipotenuzdur. Katetlərin hasili bölünsün 2. Yəni, yəqin ki, düzbucaqlı, üçbucaqdan bilirsiniz. A vurulsun. Deməli, A vurulsun B bölünsün 2 bərabərdir. Düzbucaqlı, üçbucağın fiqurunun sahəsini hesablamaq üçün lazım olan düsturdur. Düzdür? Baxırıq. Biri -20-dir, biri 4-dür. Yazıram, -20 vur 4 bölünsün 2. AB bölünsün 2. 2 dənə, amma AB nədir orada? Katetlərdir. -10, bununla bu getdi. -10, elədi -40 metr. Yaxşı yazıram. S1-in yerinə yazıram 40 metr. Heç metr yazmıram, mənfi yazıram. -40. S2 yazıram. Burada -40 yazmayayım. Belə modulla yazım ki. Modulla yazım ki, bir dəfəlik. Sonra çaşdırmayasınız. Elə modulda 40. Çünki yolumuz necə olur? Mənfi olmur. 40 metr modulda. S2 4, 6 çıxılsın 4, 2. Yuxarısı bir kateti 10, bölünsün 2, o da bərabərdir 10 metr. Onsuz da müsbətdir. Ona görə üstə gəlsin 10 metr. Bərabərdir neçə? 50 metr. Cavab eləyəcək Y variantı. Aydın oldu. Yəni, modulda biz S1 fiqurunu yavaşlayan hərəkət olduğu üçün mənfi tapa bilərik. Mənfi tapdığımız halda isə yol mənfi olmadığına görə biz onun modulunu götürürük, yəni müsbət götürürük. Baxırıq indi 52-yə. Bizdən nəyi soruşur? Sürəti soruşur bu dəfə. Sürətin proyeksiyasının zamanının asılığını soruşur. Təcilimiz neçə idi? 2-dir. Əvvəldən öyrəndik. Üzr istəyirəm. Bəs sürətimiz neçədir? V0T-dirsə, sürət 1-dir. Baxırıq. A-da 4 verib, yox. V-də 1 verib. Daha doğrusu A-da 4 yox. B-də 1-dir. C-də 1-dir. D-də 2 verib, yox. Y-də isə 5 verib, yox. Deməli, ya B-dir, ya C-dir. B, düzxətli bərabər sürətli hərəkətin qrafiki olduğuna görə B-ni götürə bilmərik. Çünki hərəkətimiz bərabər təcillidir. Bərabər təcilli hərəkətdə C variantının qrafikindən olur. Yəni, düz xət ya yuxarı, ya aşağı. Aydın oldu. 53. Bərabər yeniləşən hərəkət edən cismin 5-ci saniyədə getdiyi yol 2-ci saniyədə getdiyi yoldan neçə dəfə çoxdur? Və yaxları biz qeyd elədik. Daha doğrusu yox, bundan öncəki videoda. Əgər öncəki videonu izləməmisinizsə, öncəki videonu izləyin. Orada qeyd eləmişik. Eninci saniyədə gedən yol düsturu. S bərabərdir. A, 2N çıxılsın 1 bölünsün 2. Bu eninci saniyədə yer dəyişmənin, yəni yolun düsturudur. Gətirib indi, əgər bizdən 5-ci saniyə və 2-ci saniyə soruşursa, ayrı-ayrılıqda yerinə yazırıq. S bərabərdir. S1 üçün yazıram. A verilməyib, ikisində də eynidir deyə. A, 5-ci saniyə. 2-ni vururam 5-ə, 10. Ondan çıxıram 1-i eləyir 9. Bölürəm 2.
S2 A ikinci saniye 2-ni 2-yə vuram 4 çıxıram 1 eləyir 3 bölünsün 2. Deməli bu eləyir 9A böl 2 bu da eləyir 3A böl 2. Bizdən nəyi soruşur? Deyir ki 5-ci saniyədə getdiyi yol 2-ci saniyədə getdiyi yoldan neçə dəfə çoxdur? Ona görə nisbətlərini yazıram. S1 bölünsün S2 belə ayırım. O da bərabərdir. S1 nə idi? 9A böl 2 bölürəm. Yox, bu şəkildə yazsam daha aydın başa düşərsiniz. 9A böl 2 3A böl 2. Deməli, 2'lər gedəcək. Nə qalacaq? 9A'lar da gedəcək. 2'lər də gedəcək. Nə qalacaq? 9 böl 3 o da bərabərdir 3. Cavab eləyəcək D variantı. Keçdik növbəti səhifəyə. Biraz böyüdüm, daha aydın şəkildə görsənsin. Deməli, düz xəttli hərəkətdə cismin sürətinin zamandan asılılığı qrafik, yəni tənli olaraq verilib. Falan şəklindədir. 2 saniyə ərzində cismin yer dəyişməsini hesablayın. Bizdən nəyi verib? S-i soruşur bizdən. Bizdə nəyi verib? V0'ı verib, A-nı verib. S-i gətirib yerinə rahatlıqla qoya bilirik? Qoya bilirik. S-in düsturu nəyə bərabərdir? S bərabərdir V0T üstə gəlinsin. AT kvadrat bölünsün 2. Düzdür? Bizdə baxın. V nəyə bərabərdir burada? V bərabərdir V0 üstə gəl AT. A-mız 3'dür. V0'ımız 10'da hazır tənlikdə bizə verilib. T-mizi də verib. T də bərabərdir 2. Hər şey var. Gətirib sadəcə yerinə qoyuruq. V0 nədir? 10. T'miz nədir? 2. Üstə gəlsin. A-mız nədir? 3. T'miz nədir? 4. Yəni kvadratı. Böl 2. Bunlar getdi. 2. Deməli 20 üstə gəlinsin 6 bərabərdir 26 metr. Cavab olacaq Y variantı. Aydın oldu. Keçdik 55. Cismin hərəkət tənliyi verilib. Cisim dayanana qədər nə qədər müddət hərəkətdə olub? Ümumiyyətlə dayanmanın zaman, yəni əgər bizdən müddəti soruşursa, dayanmanın hazır düsturu var. V bərabərdir. Daha doğrusu T bərabərdir, dayanma bərabərdir. V0. Onu bu tərəfdən yazım. T dayanma bərabərdir V0 bölünsün A. Bunu necə yaza bilər? Yəni bu hazır düsturdur, bunu yadda saxlaya bilirsiniz. Bu hardan gəlir? Baxırıq. Əgər bir cismin dayanması deyilirsə, bu son sürətin 0 olmağı deməkdir. Bəs son sürət nəyə bərabərdir? Bəs son sürət 0-a bərabərdirsə, sürətin düsturunu yaza bilərik ki, V0 çıxılsın AT. Doğrudur. Əgər son sürət 0-a bərabərdirsə, V0 bu tərəfə keçəcək, mənfi V0 bərabərdir, mənfi AT. T nəyə bərabər olacaq? T də bərabər olacaq V0 bölünsün A-ya. Aydın oldu. Yəni, elə bu düstur oradan gəlib çıxır. Amma siz hazır şəkildə yadda saxlaya bilirsəz, daha rahat ola bilər sizin üçün. Aha, gətirib yerində yazırıq. V0'ımız neçədir? 6. T'miz neçədir? Deməli, V0'ımız 6. A-mız neçədir? Qabaqda yazılıb. 0,6-nı vururuq 2-yə. Nə eləyir? Mənfi 1/2. Deməli, gətirib yazacaq T. Zaman mənfi olmadığı üçün elə hazır yerində yaz. V0'ımız 6 bölünsün 1/2. O da bərabərdir. 10'da 12'ni vuracaq. 6 bölünsün 1/2. 6 vurulsun 10'da 12'ni bu şəkildə yazanda daha rahat olmuş olur. O da bərabərdir 5 saniyə. Cavab B variantı. 56. Cismin hərəkət tənliyi X bu formada verilib. Cisim dayana qədər nə qədər hərəkətdə olmuşdur. Burada yəni artıq çıxarışa ehtiyac yoxdur. Düsturu bilirik, yerinə yazacaq. Burada V0'ımız nədir? 12. T'miz, daha doğrusu A-mız neçədir? 3'ü vuracaq 2'yə. Yəni nə eləyəcək? 6. 12'ni də böləcək 6'ya nə eləyir? D variantı. Yəni 2. 57.
Qatarın sürəti 10 saniyə ərzində 36 km/saatdan 54 km/saata qədər artmışdır. Onun sürətinin proyeksiyasının asılılıq tənliyini deyin. Deməli, təcilimizi yazaq. Əvvəlcə təcilimizi tapaq. A nəyə bərabərdir? V çıxılsın. V0 bölünsün T-yə. Düzdür? Gəlin burada çevirmələrimizi yazaq. 36 kilometr/saniyə. 1 kilometrimiz neçə metrdir? 1000. Saatımız nə qədərdir? 3600. Sıfırlar getdi, 36'lar getdi. Cavab qaldı 10 metr/saniyə. Daha rahat olsun deyə. Sonra 54 vur. 3600 getdi. 9'a getdi. 9'a getdi 4. 9'a getdi 6. 60'ı da böləndə 15 metr/saniyə. Aydındır? İndi gətirib yerində yazırıq. V çıxılsın. V0. V'miz neçə idi? Əgər 10'dan 15'ə artıbsa 15 çıxılsın 10. T'miz neçədir? 10 saniyə. Bərabərdir. 5'i də bölürük 10'a. Nə elədi? 10'da 5. Gətirib onu rahat yerində yazaq burada. A'mız bərabərdir 0,5 metr/saniyə kvadrat. Aydın oldu. İndi bizdən nəyi soruşur? V0'ımızı bilirik. 10 metr/saniyə. Hansı ki 36 km/saatı çevirmişik metr/saniyəyə. Eləyir 10 metr/saniyə. İndi bizdən sürəti soruşur. Düzdür? Baxırıq. V0'ı 10 hansıdır? Bu deyil. Bir də bu deyil. Ya B'dir, C'dir, D'dir. A'mızı da tapmışıq 0,5. Demək D variantı deyil. Ya B'dir, ya da C'dir. Hərəkətin necə olduğuna baxacaq. Çünki hərəkət yalnız işarələri ilə görə dəyişir. Yəni rəqəmlər eynidir. Hərəkət necə hərəkətdir? Əgər hərəkət 10'dan 15'ə qalxıbsa, necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Əgər azalma olsaydı, 15'dən 10'a düşsəydi, bu zaman hərəkət bərabər yavaşlayan hərəkət olardı. Amma hərəkət artdığına görə, yəni sürət artdığına görə cavab olur C variantı. Eyni şəkildə burada 58'də. Bizdən A'nı verib. A'mız neçədir? 5'i vururuq 2'yə. A bərabərdir 10. Baxırıq 10'a. C'də 4'dür. D'də 5'dir. Ya A'dır, ya B'dir, ya da Y'dir. V'miz neçədir? V0'ımız daha doğrusu. -4. Əla. Demək elə mənfini verdiyinə görə Y dəqiq deyil və cavabımız mənfi verdiyinə görə B'ni götürə bilmirik və cavab A variantı olur. 59. Cismin sürətinin zamandan asılılığı V bərabərdir. Bu şəkildədir. İlk 4 saniyə müddətində getdiyi yolu hesablayın. S'in düsturunu yazırıq. S nəyə bərabərdir? V0T üstəgəl AT kvadratı böl 2. V0'ımız neçədir? 8. T'miz neçədir? 4. Bərabərdir. Bərabər yox. Üstəgəl. A'mız neçədir? 2. Daha doğrusu 5. Vurulsun. T'miz neçədir? 4. 4'ün də kvadratı 16. Bölünsün 2. Bununla bu ixtisar getdi 8. Deməli 32 üstə gəlinsin 40 bərabərdir 72 metr. Cavab eləyəcək A variantı. 60. Cismin sürət tənliyi bu şəkildədir. Cisim nə qədər müddət sonra dayanar? T dayanmanı da dedik biz. T dayanma bərabərdir V0 bölünsün A-ya. V0'ımız nədir? 15. A'mız neçədir? 5 bərabərdir 3 saniyə. Yəni 3 saniyə sonra cismin hərəkəti dayanacaq. Bugünlük bu qədər. Növbəti izahımız 30. Hal-hazırda biz bundan əvvəlki izahda bərabər təcili hərəkətini 0'dan, yəni 1'dən 30'a qədər işlədik. İndi 30'dan 60'a qədər işlədik. Növbəti videoda isə 60'dan 90'a qədər izləyə bilərsiniz. Sağ olun, hələlik.